Değerli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, yük maşını həvəskarları, sizlər üçün Bərdə maşın bazarında bir dənə yük maşını çəkəcəm. Jaz markalı yük maşınıdır. Jak deyək də, bəli. Maşın sahibi məlumatları verəndən sonra ətraflı çəkiş eləyəcəm. Salam əleykum qardaş, bazar olsun. Ya Allah, de gəlsin. Maşının ili 2012. 2012. Maşın zavoddur. Aha. Bir problemi yoxdur. Yoxdur. Təkərləri dəyişilib təzə bir. Təzə. 67.000 probyekti var. Aha. Yəni bir problemi olsa qarşılanır. Qarşılanır. Belə tendi var yoxsa üstü Yox, açıq? maşın bortlu gedir. Bort. Təkdə deyil. Aha, bortlu gedir. Bəli, şəhərə girişi var. Var. Maksimal kütləsi 5 tondur. 5 tondur. Bəli. Qiyməti nədir? Qiymət 22.000. 22.000. Razılaşma olacaq. Olacaq. Telefon nömrü Razılaşma maşına baxandan sonra lazımdır. razılaşma olacaq. Telefon nömrünüzü Telefon eşidin. nömrəm 055 707 2138. Adın? Elnur. Elnur. Elnur qardaş, maşına harda baxmaq olar? Maşına Şəkidə baxmaq. Şəki əhalisine buradan salamlar olsun. Elnur qardaş, hansısa maşınla barterə gedərsən? Yox. Naqbala ehtiyac var. Deməli Elnur qardaşdan məlumat aldıq. 2012-nin maşınıdır. Maşının təkərlərinin 6'sı da təzədir. Maşın akkumulyatorları təzədir. Maşının baxın belə göstərəcəm. Ramasına baxırıq. Çürük pas yoxdur. Maşın uzundur deyə arxaya belə tam keçə bilməyəcəm, amma belə göstərəcəm arxadan. Bəlkə də keçdim. Aha, baxırıq. Deməli bir də bu yük yerini çəkib göstərim və bu tərəfdən də ramanı çəkim göstərim. Belə və salon bu vəziyyətdə. Spalnisi var. Aha, spalnisini çəkib göstərəcəm, bəli. Çəkib göstərəcəm. Deməli salon bu vəziyyətdə və maşınımızın gördüyünüz kimi spalnisi də var. Belə deyək. Salon belə vəziyyətdədir və buradan indi biz qayıdıb düşək və bir dənə qardaşdan xahiş eləyək. Bir dənə mühərrik yerin. Ay Elnur qardaş, bir dənə mühərrik yerini qaldıra bilərsən. Bir dənə mühərrik yerini. Bu mühərriki qarşıda olmaz. İçəridə olur. Kabin qalxır da. Eləmi, kabinkasındadır. Başa düşdüm. Tamam, qaldırmaya ehtiyac yoxdur. Bildim, başa düşdüm. Belə. Və mühərrik buradadır. Bu istiqamətdədir. Mən bilmirdim. Maşın sahibi dedi. 22.000 start qiymət real alıcı endirmə olunacaq. Sizə də bu maşın maraqlı gəlsə, maşın sahibini qeyd elədi. Əlaqə nömrəsini